Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşlara narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib. Məsələ ilə bağlı 2 aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşdırılmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oynayacağını vurğulayıb. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov Modern.az deyib ki, ölkə prezidentinin də bildirdiyi kimi problemli kreditlər məsələsi həll olunacaq. Ölkə prezidenti problemli kreditlər və bank sektorunun sağlamlaşdırılması məsələsi ilə bağlı ciddi tapşırıqlar verib. Çünki hazırda bankların özündə ciddi problemlər var. Digər tərəfdən problemli kreditlər bunu daha da qabardır. Ona görə də təcili olaraq təkliflər hazırlanır. Təkliflərin içərisində bizim də hökumətə təqdim etdiyimiz paket var. Hansı daha məqbul sayılacaqsa, o da qəbul olunacaq. Vahid Əhmədov deyib ki, əhalinin böyük qismini narahat edən məsələ məhz dollarla götürülmüş kreditlərdir. Təkliflər çoxdur. Milli Məclis tərəfindən də təkliflər verilib. Mən sonuncu plenar iclasda da cənab prezidentə müraciət etmişəm. Çünki seçicilərdən aldığımız şikayətlərin çoxu məhz dollarla götürülmüş, vaxtı keçmiş kreditlərlə bağlıdır. Yəqin ki, yaxın bir həftə ərzində bunun müsbət nəticəsini görəcəyik. Deputatın sözlərinə görə, son vaxtlar ölkə başçısı tərəfindən çox böyük islahatlara imza atılıb. Prezident İlham Əliyev seçkilərdən sonra çox ciddi iqtisadi, sosial islahatlara start verib. Bunun da nəticəsində müsbətə doğru dəyişikliklərin şahidi oluruq və olmaqda davam edəcək. Sosial müavinətlərin artırılması ilə bağlı sərəncamla əlillərin aldığı vəsait ciddi şəkildə artacaq. Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, bununla da sosial müavinətlər 120-130% artmış olacaq. Bu sərəncamla birinci qrup əlilliyi olan şəxslər üçün müavinət 82 manatdan 150 manata, eyni kateqoriyadan olan vətəndaşlara verilən prezident təqaüdü isə 73 manatdan 100 manatadək artırılacaq. Aprelin 1-dən etibarən birinci qrup əlillər 300 manat müavinət alacaqlar. Ümumi səbəbdən ikinci qrup əlilliyi olan şəxslərin müavinəti 61 manatdan 130 manat, üçüncü qrup əlilliyi olanlara 52 manatdan 110 manata çatdırılıb. Birinci qrup əlilləri 150 manat sosial müavinət alacaq. Prezident təqaüdləri artırılaraq 250 manata çatdırılacaq. Beləliklə, ümumilikdə birinci qrup müharibə əlilləri ayda 400 manat vəsait alacaqlar. İkinci qrup müharibə əlilləri cəmi 360 manat, üçüncü qrup müharibə əlilləri 320 manat müavinət alacaq. Birinci qrup əlillərə qulluq edən şəxslərə əlavə 50 manat dəyərində əlavə vəsait veriləcək. Nazirin sözlərinə görə, sağlamlıq imkanı məhdud olan 18 yaşadək uşaqlar 82 manat alırdılarsa, bu rəqəm indi 150 manata çatdırılır. Onlara qulluq edənlərə əlavə 50 manat müavinət veriləcək. Beləliklə, sağlamlıq imkanı məhdud olan uşaqlar üçün dövlətin ayırdığı vəsait 200 manata çatdırılıb. Bu rəqəm hazırda 82 manatdır. Bu ümumilikdə əlilliyi 256 min vətəndaşı əhatə edir. Sosial müavinətlərə əlavə olaraq 250 milyon, təqaüdlərə isə 26 milyon artım olacaq. Əlilliyi olan şəxslərə pensiyalarla birlikdə artım ümumilikdə 300 milyon manatdır. Sahil Babayev bildirib ki, həmçinin sosial müavinətin məbləğinin valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, 5-dən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 146 manatdan 300 manata çatdırılması üçün normativ hüquqi aktların layihələri Nazirlik tərəfindən hazırlanaraq qeyd olunan müddətdə dövlət başçısına təqdim olunacaq. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Yaşa görə müavinət 73 manatdan 130 manat artırılır.